Tamam dostlar, bugün Nərsəm yerdə bağdayam və sizə bütün heyvanlarımızı göstərməliyəm. Doğrudan da bizim nə qədər heyvanımız var. Demək ki, indi sizə heyvanlarımızı göstərəcəyik. İkincisi toyuqlar, indi çölə çıxıblar. Hə. Və cücələri. Sizə balaca ördəklərimizi göstərəcəyim. Bakın, bakın. Burada ördəklər həm də balaca, həm də ki balaca cücələrdir. Yemək yeyirlər. Saata baxın. Gələk itimizi göstərək. Burada bizim nə qədər toyuqlarımız var, sonra xoruzlarımız var. Bunlar, yəni toyuq xoruzdur. İndi demək ki, gedək. Elə bir ki, burada toyuqlarımız var bunun içində, bir də xoruzlarımız var bunun içində. Burada isə ördəkdir, burada 2 dənə ördək. Ördək 2 dənədir, bir də balaca toyuqlardır. 3 dənədir ördək. Hə, 3 dənə ördək, bir də toyuqlardır balaca. Burada da itimiz. Cekuş. Gəldi, aferin Cekuma. Sən qaldı. Neysə. Cekuşamız. İndi gedək. Başqa bizdə kim var? Qaldı. Gözlərimizi yiyək. Çünki Ceka əgər vuranda təbii ki, həmşərimizi yiyirik. İndi gedək ki, baxın, bunun içində ağ bir dənə qaranquş var. Aç da. Hə, baxın, 2 dənə qaranquş var. Tövbə estağfurullah. O qara var, aç. Qara var, qara. Qaranın uşaqları doğulub, onun da videosunu bura qoyacağım sizdə. Bay bay, sağ olun quşlarımız, bu qədər. Ay Allah, nə balacadılar.